Bugün nədən danışacağıq? Bugünkü videomuz çox vacib videodur. Çünki motosiklı təhlükəsiz sürmək üçün ən vacib şərtlərdən biridir. Nədir bu şərt? Psixoloji olaraq çox insanın özü ilə danışmaq dediyi, hansı ki bu bəzən də psixoloji problem kimi görünən, amma motosikl sürənlərin həyatını xilas eləyən ən vacib amillərdən biridir. Yəni ki, özünlə danışmaq fəlsəfəsi. Bugün bu fəlsəfənin dibinə vuracağıq və həmişə normalda motosikl sürəndə içimdə danışdıqlarımı bugün çöldə danışacağım. Siz də bunu eşidəcəksiniz. Svetoforun qırmızı işığı yansa belə ora üçün. Bax, dayı gəlir məsələ. Amma mən keçə bilərəm. Keçdim ki. Ehtiyatlı olmalıyım. Sağa sola baxıram. Bax, burada xanım ki, arxaya baxıram güzgüdən. Gəlib birdən ani dönən gəlib vurmasın deyə məni. Yenə sağa sola baxıram. Güzgü kontrolu. Bu çıxacaq. Çoxmu çıxa bilər? Bilmirəm. Bəlkə də bu bir yola çıxa bilər. Adamlar keçir. Dayı sən çıxma. Mən sağ yola yenə döngə işığımı yandırıb keçirəm. Bugün qaydalara əməl eləməyə çalışaraq daha həssas və daha diqqətli sürməyə çalışıram. Piyada keçində adam çıxdı, əlimlə yavaş eləyirəm və arxanı da nəzarətdə saxlayıram. Arxamı dağıtmasına biri sürətli gəlir, güzgüdən kontrol elə. Mən sola gedəcəm. Sol yola gedəcəyimə görə, bax, o maşın gəlib mənə çatan deyil. Mən çıxdım sol yola. Yavaş-yavaş yolumu tuturam. Geriyə baxıram, əgər maşın yoxdursa hərəkətimə davam edirəm. Kontrol edirəm, sola çıxacam. Sola çıxdım. Əla. Həmişə gözləntidə oluram. Bu maşın ora keçə bilərmi? Keçə bilər. Ona görə biraz dönüş məsafəsi qoyuram. Arxaya baxıram, kontrol edirəm. Keç qardaş deyirəm, çünki arxamda maşın yoxdur. Olsaydı onu riskə yatmazdım heç vaxt. Mütləq arxa kontrol eləyin, sonra kiməsə yol verin. Bu tək motosikla yox, maşına da aidiyyatı var. Arxaya baxmamış heç kimə yol verməyin. Diqqətli oluram. Bu birdən-birə sola qıra bilər. O maşınlar, motosiklər birdən-birə sağa gələ bilər. Bax, bu sol işığı yandırıb dönmə işığını keçsin bu yola. Bu da sağdan sürətli gəlir. Bu da keçəndən sonra mən yavaş-yavaş sağ yola keçə bilərəm. Yəni bir sözlə özümlə danışıram. Bunu onsuz da eləyirik, beyinlə danışırıq, amma bunu indi real eləmək lazımdır. Yəni mən sizinlə normalda danışdığım, bax, bu ani olan ən çox hadisələrdən biri insanların öz yolunu başqa yoluna əvəzləməsidir. Yəni bir maşın qabağa düşəcəm deyərək birdən-birə ani yol dəyişirlər və bu fikir dəyişikliyi də qəzaya gətirib çıxardır. Motosikl özü bu daha riskli məsələdir. Qabaqdan sağa çıxacam, ani baxıram, bu o maşın sağa dönünə görə yavaş-yavaş eləyir. Bu sola keçir, mən də sağa. Mütləq güzgülərlə işləmək ən vacibdir. Tez-tez kontrol edirəm, amma başıma ayırıb belə də eləmirəm. Bu sağa keçə bilərmi? Keçə bilər, risk eləmirəm. Ehtiyatlı oluram. Qabaqda boşluq var, bura avtobus yoluna yaxındır. Nə edəcəyik? Bu çox yuxarını çəkir bu arada. Biraz aşağı eləyək. Biraz da aşağı eləmək olar. Okey, sağa dönəcəm deyə. Bibi əslində keçə bilər, yoxdur. Yəni yola keçmədi. Nə edirik? Bax, qabaqda maşın var. O belə gedəcəyinə görə mən məcbur olam, yavaşladıram biraz. Niyə görə? Çünki bu ani görməyə bilər, ani tormozlanma eləyə bilər. Ani tormozlanma kilidləndim, mən də ani tormozlanma eləməyə məcburiyyətindəyim. Məsələ burada ondan gəlir ki, mən özümü heç vaxt riskə atmamaq üçün təhlükəsiz sürüş eləməliyəm. Yəni məsələ budur. Bəzi olur ki, bəzi hallarda bax, arxam boşdur, yox, arxamdan çox sürətlə maşın gəlir məsələ. O keçdi, mən buna yol verirəm. Buna da yol verirəm. Arxada olsa maşın yoxdur, qabaqda svetofordur, boş yerə. Keç, arxa boşdur. Nə qədər baxıram, humanisti eləmək, həmişə yol mədəniyyəti olaraq humanisti eləmək vacib məsələdir. Qoy bu qardaş da keçsin. Aha, keçə bilmədi tam, yolu tıxadı. Amma evi yox, o yaşıl hələ indi yandı. Əslində keçə bilər, o qardaş biraz xamdır deyəsən. Bassa biraz gedə bilər. Okey, hərəkətimə davam eləyirəm. Mən sola dönəcəyimə görə yolun sol istiqamətini tuturam. Heç vaxt son anda yol dəyişmək olmaz. Yəni ki, bu ümumiyyətlə qanunla da nəzərdə tutulmuş qaydaya əsasən hara dönürsünüzsə, hansı istiqamətə dönürsünüzsə, yavaş-yavaş yolu tutmaq məcburiyyətindəsiz. Bu da ona görədir ki, ani qərar dəyişikliyi qəzaya səbəb ola bilər. Yəni sən o yoldan bu yola keçmək istəyəndə artıq başqa maşınlar üçün təhlükə yaradırsan. Ona görə elə eləmək düzgün deyil. Bu gün dediyim kimi qaydalara əməl eləyəcək, bir maşın kimi özümüzə rəftar eləyəcək. Əslində bax, belə bir şey də var. Hər texnikanın
Hər texnikanın olduğu kimi mototsiklın da təhlükəsizlik şarı var. Yəni siz özünüzü o maşın boyda düşünmək məcburiyyətindəsiniz. Söhbət məsələ burada dayanmışam, tutaq ki, artıq öz mövqeyimi tuturam, təkərə yaxın oluram, tam ortalamıram maşını ki, ani bir maşın arxadan gəlib saxlaya bilməsə, düzdür, bura belə sündürdü. Burada olmaz o, amma ani bir maşın hərəkət edib saxlaya bilməsə, gəlib vuracağı yer bir damcı vursa belə məni ən azından araya sala bilsin də. Yəni gəlib xoşuma ölməsin iki maşın arası. Məsələn, mən keçə bilərəm, amma hələ keçmirəm. Deməli, məsələ nədir? Mən indi buradan yavaş-yavaş, bax bu maşın hələ görürsünüz, 3 maşından sonra yavaş-yavaş sağa hərəkət edə bilərəm. Əslində elə indi də eləyə bilərəm. Heç 3 maşın gözləməyimə ehtiyac da yoxdur. Buradan yavaş-yavaş sağ eləyirəm. Bura bomboşdur usta, sol eləyirəm, amma ehtiyatlı oluram. Nəyə? Qapıya baxıram. Qapı açıla bilərmi? Niyə açılmır? Hər şey ola bilər. Və belə çıxdım bura və sürücüyə özümü göstərirəm ki, mən arada qalmayım. Sürücüyə həmişə özünüzü göstərin. Görün, o sizi gördü mü? Görəndən sonra arxayın olun, hə sonra. Bax, gördün, o məni gördüyünə görə ani sağa dönmə hadisəsi yaşamadıq. Əgər o məni görməsə, kör nöqtəsində qalsam, o birdən-birə sağa dönəndə sonra deyək ki, nə oldu, niyə vurdu elədi? Amma günah sizdədir. Çünki siz onu görmək məcburiyyətindəsiniz və yaxud da özünüzü ona göstərmək məcburiyyətindəsiniz. Bu vacib şərtlərdən biridir. Davam edirəm. Yola davam edirəm. Həmçinin yolun ortasını tutmuşam. Nə sağına çox yaxınlaşmışam, nə sola. Piyada keçində adam gəlir. Arxaya baxıram, kontrol edirəm. Əlimlə hər ehtimala qarşı. Mən həmişə adətdir. Belə bilirəm ki, arxadakı maşınlar görsün. Bəzi hallarda telefonla oynamağa görə fikirli olurlar. Artıq o birlər digər gələnlər piyada keçində olmadığına görə onlara yol vermək məcburiyyətində deyiləm. Yəni hələ girməyiblər də piyada keçində. Yəni mən polnu keçə bilərəm. Davam edirəm sol yoluna. Bu arada hara gedirsiniz deyə sual verə bilərsiniz. Mən bu dəqiqə çərşənbə üçün tonqal üçün bir sözlə taxta tuxta almağa gedirəm. Taxta bazarına gedirik. Bax, indi burada nə edirəm? İlk olaraq ən vacib fikir, bax, orada boşluğu görürsünüz, boşluğu. Siz o boşluğu görürsünüzsə, sizdən başqa maşın da o boşluğu görə bilər. Niyə görə? Çünki insanlar bir saniyə belə qabağa düşmək üçün ki, hərçən ki, o elə yol dəyişəndə qabağa düşmür. Sadəcə psixologiyadır. Bir saniyə belə qabağa düşmək üçün mütləq o yola girmək istəyəcəklər. Ona görə siz həmişə diqqətli olmalısınız ki, o yola girməliyəmmi? Ümumiyyətlə, ora keçəcəmsə o boşluğa və yaxud boşluğun yanından keçəcəmsə, ani manevr eləyə biləcək maşın varmı? Yəni, onu görə bilirəmmi? Bax, baxıram, telefonla oynayır məsələ qarşımdakı maşın. Yavaşca keçirəm böğründən. Diqqətlə, güzgülərdən, hansı ki, güzgülər əgər düzgün tənzimlənibsə, qarşıdakı maşının sürücüsü, bax, bundan da bilə bilərsiniz. Xamdırsa, güzgüdən həmin adamı görə bilmirsinizsə, demək ki, o güzgü düzgün tənzimlənməyib. Bax, yavaşladım, sağ olsun qardaş, yol verdi. Çünki orada sıxlıq olanda mən artıq yavaşlayıram və özümü müdafiə eləmək. Güzgüyə baxmağı da unutmuram. Çünki ani yavaşlamağım arxadan gələn diqqətsiz bir sürücünün qurbanı olmağıma səbəb ola bilər. Bax, davam eləyirəm. Davam elədikcə kontrolumu heç vaxt unutmuram. Güzgüyə çox da asılıb qalmıram, amma gözüm güzgüdə olur. Yəni, bir nətərdə, olsa qabağa baxanda aynı şəkildə güzgü ilə kontrol edə bilirsiniz. Yəni, göz yuvarısı belə, bir damcı belə elədiniz, bax, şuraya heç aşağı əyməyə ehtiyac yoxdur. Bax, burada mən əsas odur ki, danışdığıma görə heç çox, yəni bu ara işləmək zat, bunlara da ehtiyac yoxdur. Yavaş-yavaş öz yolumuzla davam edirik. Çox vaxt sual verirlər ki, motosikl niyə aralardan keçir? Motosikl aralardan keçməyə məcburdur. Niyə görə? Çünki motosikl maşın kimi davrananda motosiklı sıxırlar. Yolda sıxırlar, yolda əzirlər, yolda öldürürlər. Yəni, belə şeylər çox başımıza gəlir. Amma o deməkdə öyle siz qayda pozursunuz, nətər gəldi, başqalarının həyatına təhlükə yaratmadan ağıllı şəkildə əgər hərəkət addım ata bilirsə, hərəkət eləyə bilirsə, hərəkət eləyin. Yəni, elə mən hardan gəldi basım, 40x-ə qoyun videonu sürətləndirim, güya ki, ara işləyirəm. O videoların hamısına baxsınız, görəsiniz ki, spidometrində uzağı 40 yazıb, 40 da yazanda 40-dan getmir də bilirsiniz. Yəni, 35 ilə, nə bilim, belə gedir. Yəni, məsələ söhbət neçə ilə, nə ilə, hardan getdiyindən deyil və yaxud da ki, qabaq qaldırmaqdan və s. və ilə axır getmir. Təhlükəsiz sürüş başqalarının həyatını təhlükə atmamaqdır. Tək özünüzdən asıl deyil. Bax, mən reaksiyaları yoxlayıram, diqqətlə. Bax, məsələ, görürsən, güzgü pis ayarlanıb. Baxıram ki, adamın üzünü görə bilmirəm. Demək ki, mən əgər onun kör nöqtəsində deyiləm, əslində onu görməliyəmsə, yəni onu görə bilirəmsə, demək ki, o da məni görür. Yox, görə bilmirəmsə, demək ki, güzgünü normal ayarlamayıb, sağ olsun qardaşımız, uzaqdan görür ki, motosikl gəlir, özləri yol verir. Mən bunu da deyə bilərəm ki, məsələn, keçən səfər bir video paylaşmışdım, bir yol idi və bu yolda nə var idi? Maşınlar sırayla düzlənmişdi belə, 2 palasalı yoldur, yəni 2 xətli yoldur. Hansı ki, qoşa
2 xətli yolda 3 sıra maşın var idi. Yəni yan-yana 3 sıradır. Niyə? Çünki maşınlar da gördüyü boşluqlardan getməyi arzulayırlar. Yəni sizə nə qədər desələr ki, motosikl niyə aradan keçir, motosikl niyə ara işləyir, hərçən ki, bunu maşınlar da eləyir. Bax, mən buradan təcili çıxmalıyam, çünki evakuator çox təhlükəli vasitədir. Kimsə arxadan fikirli gəlsə, məni evakuatorun arasında elə bil dönər kəsirmiş kimi kəsəcək. Ona görə diqqətli şəkildə, bax görürsünüz, bax bir dənə balaca boşluq gördü, o dəqiqə girdi o boşluğa. Mən yolun sağını tutacağam, diqqətli şəkildə buradan keçəcəm, yavaş-yavaş yolda görürsünüz, maneələr çoxdur, yolda pis gündədir. Mən yolun solunu tutmalıyam, bu KAMAZdır, bax iri texnikadır. Onun məni görmə ehtimalı çox azdır, amma yer çox genişdir, yəni mən yavaşca buradan keçirəm. Bəzi hallarda isə çox darısqal yerdə, insanlar çalışır ki, o aradan keçsinlər. Məsələ budur ki, təhlükəsizliklə bağlı ən vacib şərtlərdən biri nədir? Həmişə dediyimiz kimi kontroldur, yolun nəzarətidir. Bax, indi mən yenə davam eləyirəm. Ehtiyatlı oluram arxadan. Çünki ən çox baş verən hadisə durduğun yerdə zibilə keçməkdir. O da nətər olur? Kimsə motosikla şeyə baxır, telefona baxır. Ya kiminəsə söhbətə başı qarışır. Bir də sağa baxır, gəlir. Çünki burada axı maşın yavaş-yavaş axır. Gəlir motosikla dəyir. Maşına dəyməyi problem deyil, amma motosikla dəyməyi çox problemdir. Bax, gördün, çox sağ ol. Təşəkkürlər, çox sağ olun. Belə duyarlı deyək də, duyarlı vətəndaşlarımız da var. Duyarlı vətəndaş deyilən bir anlayış. Bax, gördün, yol verdi. Məsələn, kontrol edirəm, gözümlə baxıram, görürəm ki, o yavaşladı. Niyə görə? Çünki görür ki, motosikl gəlir. Əşi, o da keçə biləcəkdir. Onsuz da mən keçə bilməyəcəm. Heç olmasa o keçsin kimi bir psixologiya var. Demək istədiyim odur ki, mən məsələn, maşın sürənlərin çoxu deyir, motosikla niyə ara işləyir və s. Baxıram, belə baxıram ki, görüm o mənə yol verəcəkmi? Bax, yol vermir məsələn. Yol versə, bax, indi yol verdi məsələn, bax, keçdim bura. Bir dənə bura keçdim, vəsə. Yəni, baxıram, biraz şirinlik edirəm, biraz belə boynumu bükürəm və onlar mənə yol verir. Bax, bu qardaş məsələn məni görmür. Bax, diqqətlə baxıram gözünün içinə. Görüm, məni gördüyü anda artıq o başlayacaq ya yol verməyə, ya sıxışdıracaq. Artıq onun niyyətini biləcəm də. Keçdim belə. Belə, davam edirik. Gəldik də ən tıxaclı yerə girdik. Buradan həqiqətən də, yəni, gözləntim çox da deyil. Yəni, bu... Bax, məsələn, sola dönmə işini yandırıb, amma dönəcək yer də yoxdur. Amma dönə bilərmi? Dönə bilər. Niyə dönmür? Hardan dönə bilər? Onu da bilmirəm. Niyə yandırım? Onu da bilmirəm. Əvvəlki kimi deyil olsa, motosikla çox yol verirlər. Yəni ki, çox həssas olub insanlar. Bax, burada da gedəndə, bax, bu ara ilə gedəndə tutaq ki, bu indi diqqətli olmalıyam. Nəyə görə? Bax, arxada olsa boşluq var. Kimsə bax, dayanıb arxada. Bilirsən niyə? Çünki telefonla oynayır 100%. Dayım pəncərəsini silir. Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax. Bir an buradan çıxaq, bu körpünün altında 100% rahatdır. Körpünün altından çünki sağ yol şeydir, boşluqdur da həmişə hərəkət edir. Mən sağa çıxmalıyam, amma buradan hələ ki sağa gedə bilərəm. Çünki yolun olsa nizamlanma xətti olmadığına görə yolda bir dənə xət yoxdur, dəqiqə, maşın düşürdür. Bax, buradan hələ keçə bilərəm. Nə var ki, düz xəttə çatana yaxın keçə bilərəm sağ yola. Çox pis yolla gəlmişik bu arada. Biz pis yolla gəlmişik, yol tıxacıdır. Həqiqətən maşın sürmək çox çətindir, ay dostlar. Yəni maşından nə zövq alırsınız? Başa düşürəm, indi bəzi yerlərdə. Bax, dayı gördüm, biraz yavaşladı, mənə yol verdi. Elə bir dənə sağ ol deyirsiniz. Bu arada sağ ol deməyi unutmayın. Yol mədəniyyəti qarşılıqlı olur. Siz ona təşəkkür eləyəndə o şey eləyir. Mən çox vaxtı belə eləyirəm. Bax, o indi deyəcəm, qoy. Bir nəfər mənə yol versin, göstərəcəm. Eşq olsun. Yəni, burada körpünün sağı boş olur çox vaxtı. Baxacaq indi. Bax, məsələn, iri texnikadır. İri texnikanın böhrünə girmirəm çox. Məsələn, oradan keçə bilərəm də, məsələn. Amma keçmərəm, yəni. Amma iri texnikanın sağına keçə bilərəmmi? Qardaş yol versə. Bax, baxıram. Yavaş-yavaş baxıram. Bəlkə yol verər. Yol vermədi, məsələn. Qayıdıram öz yoluma. Dayı, bir dənə yol versəm, mən bax, yol verdi. Amma qabaqdayı da görün, ani tormuz verdi. Ehtiyatlı oluram, gedirəm. Sola yandıram. Ehtiyatlı olam. Bax, qardaş məsələn mənə yol vermir.
Bax gördüm, başı ilə yol verdi, sağ olsun, mən də davam edirəm. Nəysə belə, görürsünüz qabaq bomboşdur, amma niyə belədir bilmirəm. Yəni 100% hansısa xam sürücü düşür. Hər 1 saniyədən də az ləngitsə, salisələrlə ləngidəndə gör adamların sayına vuranda, maşınların sayına vuranda hara vurub çıxır. Məsələn görürsünüz yol əslində boşdur qabaq, amma niyəsə hamı armud kimi sürmək məcburiyyətində qalır. Yavaş-yavaş fırçello eləyə gedirik. Nəysə, davam edirik. Məsələn bax iki maşının arasında mənim gözləməli olduğum məsələlər nədir? Maşının yol dəyişməyi. Gördünüz, maşının yol dəyişdi məsələ. Mən ona diqqətli olmalıyam. Deyə bilərsiniz ki, o onun günahıdır və yaxud da ki, ümumiyyətlə belə bir məntiqi həmişə beyninizdən çıxardın. Protiv biri gəlib sizi belə vursa, bax bunu deyirəm, protiv gələn, yəni əks yoldan gələn biri sizi belə vursa, yenə günah sizdədir. Bunu həmişə unutmayın, çünki siz motosikilsiniz, sizin səhv eləmə ehtimalınız yoxdur. Onun səhvini düzəltmək də sizin borcunuzdur. Hə, okey, mən nə etməliyəm və s. və ilə axır kimi düşünməyin. Kimsə səhv eləyirsə, sizin başınızda partlayacaq. Ona görə onun elədiyi səhvi siz düzəltməlisiniz. Motosikl sürmək ona görə asan deyil. Motosikl sürmək ona görə beyin istəyir. Maşın sürəndə beyin istəyir, okey, başa düşəm, amma maşın sürənlərin hamısında beyin var deyə deyil. Motosikl sürənlərin hamısında beyin var deyə deyil. Çünki motosikl sürəndə beyni olmayanlar ölür, amma maşın sürəndə beyni olmayanlar gedir qəza eləyir, maşını əzir, ondan sonra bir də sürmür. Ona görə bu yol sizi bağışlamayacaq. Həmişə yolda diqqətli olmağa çalışın. Düzdürmü, düz deyilmi? Düzdür. Baxıram, sola yavaş-yavaş çıxacam. Gördünüz, keçdim sol yola. Mən qabaqdan sağ yola çıxacam. İndi baxıram hələ. Bir də ən böyük problemlər birində baş qalır navigatorda. Məsələn, mən navigatora bilirəm ki, məsələ, belə baxanda bilirəm ki, 500 metr sonra sağa dönəcəm. Ya səsinə qulaq asın. Səsə qulaq asmağı da tövsiyə eləmirəm. Çünki özünüz beyninlə danışanda o da çaşdıra bilərsiniz. Ya da ki, yolu analiz eləyin. Məsələn, qabaqda sağa döngə var. Buradan məsələn, mən maşının düz arxasında getmədiyimə görə görəcəm ki, sağa hardandır? Bax, oradandır demək ki. Demək ki, mən oradan yolun sağına keçməliyəm. Bax, yandırdım dönmə işığımı, arxamı kontrol edirəm. Hər zaman arxanı kontrol eləyin və yavaş-yavaş sağa doğru çıxıram. Baxın, yavaş-yavaş sağa doğru çıxıram. Sürətimi azaldıram. Çünki xanım tam dayandı demək olar yolun ortasında. Yəni yavaş-yavaş axıcı keçməlidir. Hələ də dayanmağa niyyətlidir. Mən gedirəm. Görürsünüz, qabağında o qədər boşluq var, amma dayanır. Siz səhv eləyənlərin səhvini düzəltməyə borclusunuz. Çünki bir səhv 100 düzü aparır sizdə. O səhv eləyəcək, maşını əzəcək. Siz səhv eləyəsiniz, pətənəyiniz dağılacaq. Bu arada mən taxta bazarı hardadır onu da bilmirəm. Buralarda Dərnəgül dedi. Dərnəgülə yəqin. Dərnəgülün harasındadır, bax onu da bilmirəm. Nəysə belə, videomuzu burada sonlandırırıq. Bugünkü məqsədimiz orada velosipedçini vuracaqdı. Velosipedçi günah velosipedçidə idi. Ani manevr eləyib çıxdı qabağına. Nəysə, günah axtarmırıq. Dediyim kimi, günahkar deyə biri yoxdur. Günah həmişə sizdədir. Əslində maşın sürəndə də belə fikirləşməlisiniz. Hər kəs öz ehtiyatını götürüb, hər kəs günahı özündə görsə, əzizlərim, həyatda günah, səhv, nə bilim, qəza eləyən heç kim qalmaz. Ona görə həmişə yola nəzarəti əlinizdən verməyin. Mən burada saxlayıb sonlandırım videonu. Həmişə yola nəzarəti əlinizdən verməyin. Buradan adam gəlmir, yox. Həmişə yola nəzarəti əlinizdən verməyin. Diqqətli olun, çünki motosikl səhvi bağışlamır. Siz də səhv eləyəcək ən axırıncı adamsınız. Ona görə videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Növbəti videoların gəlməsi üçün də bir aşağıya şərh yazın. Nə deyirəm ki, sizdən başqa bir şey mi istəyirəm? Bəyənin, neyinin, belə şeylə istəyirəm. Pul istəsəm, heç verəndə ölüsünüz. Amma istədiyim şey xeyirli şeydir. Nəysə, sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Hələlik.